Anar Cəlilov. Bu xəbəri oxuduğuma görə mənə halalıq verin. Mütləq oxumalıyam. Amma son vaxtlar sizə o qədər belə çox sevirəm sizə. Böyük bir hörmətim var. Bilmirəm niyə. Maraqlısınız. Çox maraqlı. Qoyayım da maraqlı kişidir, maraqlı ifaçıdır. Çox maraqlıdır. Onu keçmiş həyat yoldaşı Anarı məhkəməyə verib, soruşaq niyə, maraqlanaq niyə. Ayrıldıq həyat yoldaşı Nigar Cəlilova bir vaxtlar məşhur olan Çudapeçka mağazalar şəbəkəsinin sahibinin oğlu Anar Cəlilovu məhkəməyə verib. Çudapeçka idi, nə Çudapeçka, nələr pişmirdi orada. Təbii ki, istinad edirəm Yeni Sabaha. Yeni Sabahda axşam Müqtaza istinad edilir və qarşı tərəf, yəqin ki, qadın deyir, tərəfin aliment ödəməməsi Anarın belə olub. Belə ki, ödəməməsi olub, onu məhkəməyə verib. Belə ki, Anar Cəlilov övladları üçün lazım olan alimenti uzun müddətdir ödəmir. Onların növbəti məhkəməsi dekabrın 24-də olacaq. Onun xanımı boşanmaq üçün 3 dəfə məhkəməyə müraciət edib. Anar və Nigar 11 il ailəli olub. Oy! Onun bu nikahdan 2 övladı var. Onların bir müddət əvvəldə ayrılıq xəbəri gəlmişdi. Bu Anarın 3-cü nikahıdır. Bəli, Anar Röya Ayxanla da ailəli olub. Onun bir övladı var, oğlu var Hüseyin. Anar müəllim, mənim üçün maraqlıdır. Röya da sizdən, Röya Ayxan da aliment alır ya yox? Mən düşünürəm, Röyanın sizin ödədiyiniz o alimentə ehtiyacı yoxdur. Siz ona Hüseyin kimi bir oğlan. Təbii ki, ikinizin bir sevgisindən əmələ gələn, dünyaya gələn, əmələ yox, dünyaya gələn bir evladdır Hüseyin. Amma Anar müəllim, mən sizdən gözləməzdim ki, siz 3 evladınıza da səhv etmirəmsə. Yəni evladlar, yox, 3 olmasın, lap 1 olsun, lap 2 olsun, o evladlarınıza aliment vermirsiniz. Yəni bu sizin simadan bu hiss olunmur. Mən elə biləm ki, dünyanın ən xeyirxah kişisi, ən xeyirxah adamı sizsiniz. Sara Səfuradan tövsiyə. Qadınları incitmək olmaz, Anar müəllim.